Həmçinin duanın qəbulunun bir neçə səbəblərinə toxunmaq, kəməlül yəqin, yəqinliyin kamil olması. Allah haqqında. Yəqin, Rəbbim hər şeyə qadirdir. O istəyimi verməyə qadirdir. Hüsnü təvəkkül, Allaha gözəl təvəkkül, etimad, qəlbən inanaraq. Həmçinin insan öz qüsurlarını etiraf etməsi və çoxlu Allaha zikr etməsi. Həmçinin düşün, Allahın yaratdığı məxluqa, göylər, yerlər. Allah təala bu qədər insanların ehtiyacını aradan qaldırır, insanlara yardım edir. Deməli, Allah hər şeyə qadirdir. Bax, ona görə bu nədir? Duanın qəbulunun səbəbidir və həmçinin vəhvə tövbə, tövbə et. Kimə zülm etmisənsə, haqqını qaytar, Allaha qəlbən yönəl. Çünki Allah buyurur ki, وَاِذَا سَأَلَكَ عِبَادِ عَنِّي Qullarım, mənim barədə soruşsalar, فَاِنِّ قَرِيبٌ Mən onlara yaxınım. اُجِيبُ دَعْوَةَ الدَّاءِ اِذَا دَعَنْ Dua edən duasını qəbul edirəm. فَلْيَسْتَجِيبُ لِي Mənim çağrışıma cavab versinlər. İman gətirsinlər. Ona görə də bu afdarı dua ən üstündə dua hansıdır? Dua-ül ənbiyə. Peyğəmbərlərin duası, elçilərin duası. Çünki o dualarda ancaq dünya deyil. Həm dünya var, həm axirət var. İkisi bir yerdə hər zaman nədir? Cəm olunur. Ən gözəl dua həmçin Quran-ı Kərimdə gələn dualar, Peyğəmbərimizin səhih kəlamlarında gələn dualar. Ona görə nədir? Ən gözəl.